Gürcüstan üzrə elektrik enerjisinin verilişi tam bərpa olunub. Gecə saatlarından ölkə ərazisində elektrik enerjisi qəza səbəbindən kəsilmişdi. Bərpa işləri bütün gecə boyunca davam edib. Bu barədə Gürcüstan Dövlət Elektrik Sistemi məlumat yayıb. Qurum bildirir ki, hadisənin səbəbi ilə bağlı dezinformasiyalar yayılır və media nümayəndələrini yalnız rəsmi məlumatlara istinad etməyə, təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb. Qəzanın dəqiq səbəbi hazırda araşdırılır və nəticələrlə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Vera rayonunda baş verən silahlı insident zamanı yaralananların vəziyyəti stabildir. 2 yeniyetmə hazırda Helsikor klinikasında müalicə alır. Onlar artıq əməliyyat olunublar və müalicələri davam edir. 17 yaşlı yeniyetmənin qətlində təqsirləndirilən şəxs isə Aladaşuli xəstəxanasındadır. O saxlanılarkən hüquq mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərərkən əlindən xəsarət alıb. Rəsmi ithamın bugün xəstəxanada irəli sürüləcəyi gözlənilir. Hadisə zamanı ümumilikdə 4 nəfər yaralanmışdı. Onların hamısı xəstəxanaya çatdırılsa da, yaralanan azyaşlılardan biri aldığı ağır xəsarətlər səbəbindən qısa müddət sonra vəfat edib. Küllü miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratmaq ithamı ilə 3 nəfər saxlanılıb. Hüquq mühafizə orqanları şübhəlilərin üzərində yaşayış yerlərində və müxtəlif məkanlarda aparılan axtarışlar zamanı satış üçün hazırlanmış xüsusilə küllü miqdarda narkotik vasitələr aşkar ediblər. Maddi sübut kimi təxminən 14 kiloqram qurudulmuş marihuana, 1 kiloqrama yaxın həşiş, 1 kiloqrama yaxın yeni psixoaktiv maddə və metadon götürülüb. Bu cinayətə görə 20 ilədək və ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qardabanidə Interpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Türkiyə vətəndaşı saxlanılıb. O, müxtəlif ağır cinayətlərə görə beynəlxalq axtarışda idi. Hazırda saxlanılan şəxslə bağlı qanunvericiliyə uyğun ekstradisiya prosedurları həyata keçirilir. ABŞ İrana zərbələr endirməyi davam edir. ABŞ Mərkəzi Komandanlığının məlumatına görə son zərbələrin məqsədi İranın hərbi imkanlarını zəiflətmək və kommersiya gəmiləri üçün təhlükəni azaltmaqdır. Komandanlıq həmçinin bildirir ki, Hörmüz boğazı açıqdır və gəmilər ABŞ hərbi qüvvələrinin dəstəyi ilə sərbəst hərəkət edirlər. İran dövlət mediasının məlumatına görə isə ötən gecə ABŞ-ın İranın bir neçə bölgəsinə endirdiyi zərbələr nəticəsində 4 nəfər həlak olub, 2 nəfər yaralanıb. Donald Trump bildirib ki, İrana qarşı daha geniş miqyaslı hərbi əməliyyata başlamaq imkanını nəzərdən keçirir, lakin hələ yekun qərar qəbul edilməyib. O, bu barədə Axios nəşrinə müsahibəsində danışıb. Trumpın sözlərinə görə ABŞ buna tam hazırdır və zərurət yaranacağı halda İsrail də əməliyyata sürətlə qoşulacaq. Bununla belə, Vaşinqton yeni hücumlara başlamaq üçün müttəfiqlərinin dəstəyinə ehtiyac duymur. Trump əlavə edib ki, İran danışıqları davam etdirmək istəyir, lakin hələlik razılaşma hazır deyil. BMT-nin baş katibi bildirib ki, beynəlxalq hüququn pozulması Yaxın Şərqdəki böhranı daha da dərinləşdirir. Onun sözlərinə görə hərbi yol seçildikdə ən ağır bədəli dinc əhali ödəyir və region nəzarətdən çıxan eskalasiya eləcə də misli görünməmiş fəlakət təhlükəsi ilə üz-üzədir. Antonio Guterres vurğulayıb ki, Hörmüz və Bab-əl-Məndəb boğazlarında gəmiçiliyin tam bərpasının yeganə yolu diplomatiyadır. Donald Trumpın sözlərinə görə ABŞ-ın məqsədi süni intellekt sayəsində dünya liderinə çevrilmək olmalıdır. O bildirib ki, bu texnologiyada qalib gələn ölkə qlobal liderə çevriləcək. Trumpın fikrincə süni intellekt internetdən daha böyük və bəşər tarixin ən mühüm texnologiyalarından biridir. O həmçinin təsdiqləyib ki, Çin prezidenti Xi Jinping sentyabrın 24-də ABŞ-a rəsmi səfər edəcək və liderlər digər məsələlərlə yanaşı süni intellekt sayəsində əməkdaşlığı da müzakirə edəcəklər. Rusiyada Sankt-Peterburg, Leningrad vilayəti və Tver bölgəsində pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Nəticədə Wildberries şirkətinin anbarlarında yanğın baş verib. Leningrad vilayətinin qubernatoru təxminən 50 dronun vurulduğunu bildirib. BBC-nin məlumatına görə şirkətin 2 anbarında yanğın qeydə alınıb. Partlayış səsləri işğal altında olan Krımda da eşidilib. Yerli medianın məlumatına əsasən Simferopoldakı Wildberries anbarı da dron hücumuna məruz qalıb. Yaralananlar barədə məlumat verilməyib.
Səhiyyə Nazirliyi kənd həkimlərinin ixtisas artırılması üzrə yeni proqram başladıb. Nazirliyin və Tibb Holdinginin təşkilatçılığı ilə Ruhi Respublika Xəstəxanasında praktiki konfrans keçirilib. 2 gün davam edən konfrans çərçivəsində tematik məruzələr dinlənilib. Klinik hallar müzakirə olunub və iştirakçılar praktiki sessiyalara qatılıblar. Kənd həkimləri üçün fasiləsiz tibbi təhsil proqramı bu il ilk dəfə tətbiq edilir. Proqrama əsasən 2027-ci il yanvarın 1-nədək həkimlər 30 məcburi kredit balı toplamalıdırlar. Hazırda Samegrelo və Acara bölgələrində çalışan 200-ə yaxın ailə həkimi proqramda iştirak edib. Layihə mərhələli şəkildə ölkənin digər regionlarında da davam etdiriləcək. KMU Kartli bələdiyyələrinin uzun müddətli inkişaf strategiyası üzrə ictimai müzakirələr başlayıb. Kardabani meri sakinlərə əsas inkişaf layihələrini təqdim edib. Prioritet istiqamətlər yol və su təchizatı infrastrukturunun yaxşılaşdırılmasıdır. Həmçinin məktəbə qədər və məktəb təhsilinin əlçatanlılığının artırılmasıdır. Strategiyanın məqsədi bələdiyyənin dayanıqlı və planlı inkişafını təmin etməkdir.